Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir isbata baxaq. Deyək, törəmənin tərifindən istifadə etməklə isbat edin ki, kök x-in törəməsi 1 bölünsün 2 kök x-dir. İndi burada törəmənin tərifini gəlin yazaq. Törəmənin tərifi odur ki, limit h yaxınlaşarkən sıfıra fx plus h çıxılsın fx bölünsün h. Bu bizə verir f iştirik x-i. Bizdə fx nədir? Fx funksiyamızda odur ki, fx bərabərdir kvadrat kök altında x. İndi burada gətirib yazsaq, limit h yaxınlaşarkən sıfıra kvadrat kök altında x plus h çıxılsın fx-in özü kvadrat kök altında x bölünsün h. Burada gəlin biz ifadənin sürətin qoşmasına və vuraq və bölək. Kvadrat kök altında x plus h çıxılsın kvadrat kök altında x vurulsun, deməli qoşması olacaq kvadrat kök altında x plus h plus kvadrat kök altında x və vurduğumuz kimi də bölək. H vurulsun kök altında x plus h plus kvadrat kök altında x. İndi burada davam eləsək, yazaram ki, mən limit h yaxınlaşarkən sıfıra sürət kvadratlar fərq edir. Olacaq x plus h çıxılsın x bölünsün h vurulsun, məxrəc olduğu kimi qalır. Kvadrat kök altında x plus h plus kvadrat kök altında x. Burada x-lar gedir, h da gedir, qalır deməli limit h yaxınlaşarkən sıfıra 1 bölünsün kvadrat kök altında x plus h plus kvadrat kök altında x. Burada da h-ın yerinə 0 qoyanda alıram ki, 1 bölünsün kök x plus kök x. Bu da bizə verir 1 bölünsün 2 kvadrat kök altında x. Bu nəyə bərabər oldu? Bu bərabər oldu kvadrat kök altında x-in törəməsinə. Deməli, bununla da biz isbat eləmiş olduq ki, kök x-in törəməsi 1 bölünsün 2 kök x-i verir.